Qəbristanlıq elə bir məkan ki, sükut, hər kəs səssiz dinməz. Qəbristanlıqda hər kəs bərabər, istər mərmər daşından, istər adi daşdan olsun məzar, ölülər torpağın altında, cansız. İstər zədəgan, istər mühəndis, istər yaşlı, istər cavan, istər çoban, hər kəs ölmüş və bir daha dirilməyəcək bir meyit. Qəbristanlıq adamı bu dünyadan 2 metr dərinliklə ayıran bir yer. Bir zaman alver edib zamanla ayaqlaşan bu məkanda dünyadan qopmuş və torpağın altında əbədiyyatda. Qəbristanlıq hər kəsi dünya işığından ayıran bir yer. İstər zalım, paxıl, xain, istər nurani, mehriban, ürəyi açıq, hər kəs ölmüş və Allahın rəhmətinə bürünmüş. Kim görübsə bu məkanı görən edərmi nadanlıq. Hər kəs anlaya artıq gərək, insan kimi həyat tərzinin zəmanəti halallıq. Məzar evində oxunsun ifrin yox, rəhmət deyə, oxunsun ifrin yox, rəhmət deyə.